Herkese salam qızlar, kanalıma hamınız xoş gəldiniz. Sizi Rossmanndan salamlayıram. Çıxmışdım biraz hava almağa, yolumun üstündə Rossmann gördüm və dedim ki, girim baxım. İndi sizə bir məhsul göstərəcəm. Mən bu saç bombatırlarını istifadə edib çox bəyənmişdim. Hansı ki içində bu kokos Hindistan cevizi yağıdır. İndi isə burada gördüm ki, saç peelingi var. Həm qablaşdırması çox şirindir, həm də qiyməti 7 manat 63 qəpiyə düşüb 11 manatdan. Düşünürəm ki, bundan bir ədəd götürüm. Həm sınayaraq baxaraq görək necədir. Həm də bilmirəm sizdə də elə olur yoxsa yox. Bəzən saçımı yusam da o təmizlik hissini hiss eləmirəm. Düşünürəm ki, dibini əvvəlcədən yumamışdan əvvəl peeling eləsəm bəlkə daha etkili olar. Ona görə də bunu götürürəm. İndi baxacağam görüm başqa nələr var endirimdə. Bəyəndiyim bir şeylər olsa sizə də göstərərəm. Sonra burada Eda Taşpınarın baxın mislərini gördüm. Body mislərini videoda göstərmişdim. Məsələn bu amber qoxuludur. 11.90-adır. Sonra burada bədən spreyi, body mist. Bu da əslində Eda Taşpınardır. Məncə bunlar Revule, yəqin ki belə oxunur. 8 manatdır, amma Eda Taşpınarınkılar 11.90-a düşüb. Məsələn məndə bu növü var. Özümün evdə. Tədbirdə isə bu növü verilmişdi mənə. Ibiza yazılan bu bədən mistləri. Bunlar da maraqlı görünür. Sonra Eda Taşpınar belə də var. Bugün də makyaj eləmədən çıxmışam. Ona görə də açıq ilə özümü kamufle eləməyə çalışmışam ki, çox da bərbad görünmür. İndi burada bir iki dənə parfümlərə baxaq. Başa görə endirimdə nələr var. Sonra məsələn sizə göstərə bilərəm. Mənim ən sevdiyim transparan pudra. Rivalminin bu dörtlü, 4 rəngi var və çox qəşəng blurluyur üzü. Deməli 13.90-dır, amma endirimdə baking loose gedir. Yox, baxın, qiyməti budur. Loose powder, üstünə baxın belə yazır və bənövşəyə qabı. Bunun fərqli növləri də var. Baxın, bej, beləsi, fərqli növləri. Amma mən ən sevdiyim bu növüdür. Yəni almaq istəsəniz, qəşəng pudra axtarırsınızsa, göz altlarına, konsiler falan, qəşəng sabitləsə, makyajınızı sabitləsə, məncə bunu mütləq alın. Qəşəngdir. Baxın, onu göstərmişdim. Keçən dəfə mən almışdım, hansı ki içində rəngli göz paletidir. Bunu keçən dəfə göstərməmişəm, amma ki fərqli rənglərdə və növlərdə olan da var. Yəni ki, sırf belə rəngli yox, içində nude rəngləri olan rəngləri də var. Bunun isə qiyməti 7 manat 59 qəpiyə düşüb. Hələ də endirimdədir, qəşəngdir. Mən Rival Dilop'un daha doğrusu tonal kremi olduğunu indi görürəm. Heç xəbərim yox idi. Qiyməti də deyəsən 9.99-dur. Mən indi görürəm, bilmirdim olduğunu. Sonra məsələn sponsorları 4 manatdır bu markanın belə. Aynı qəşəngdir. Burada da yazısı var. Rivalmi yazılıb. Bu da maraqlıdır. Bu da bacınız. Tədbirə gedəndə vurduğum gloss buydu qızlar. Çox soruşulmuşdu. Məndəki 10 nömrəsi idi. Görüm tapsam baxın buydu. Mənim tədbirdə vurduğum Vivien Sabon'un 10 nömrəli glossu. Karandaşda Golden Rose vurmuşdum 05. Baxın bu markadır və belə üstündə görən kimi tanıyacaqsınız. Belə gilas detaylar var, çox şəkər görünür. Hətta fərqli rənglər var. Məsələn 03 qəşəng görünür. Sonra burada əlimə ağ gəldi. O da məsələn çox gözəldir. Görüm hanı o. Baxın, sırf sadə zərli ağ, bu da çox qəşəngdir. Baxın belə mürdüm rəngində də var, biraz bənövşəyə çalan. Amma məsələn mənimki bu testerdir hətta. 10 nömrəsidir. Bunun da qapağı açıqdır, biraz axıtdır. Testerdir deyəsən, bağlamayıblar. Bunu ala bilərsiniz, qəşəngdir. Həm də dodağa belə şişkinlik də verir, gözəl qalır. Buna baxın, bu səbət 15 manata görmüşdü, 15.90. Hə, baxın 15.90. İndi düşüb 12.70-ə. Üçlüdür. Çox gözəldir bu. Bunlar nə gedək? Glossdur yəqin. Hə, lip gloss. 12'dir. Çox tatlıdır. Demək bilirsiniz ki, Olivia'da artıq aksesuarlar da satılır. Baxın, bu çox xoşuma gəldi. Belə və qiyməti də 7 manatdır. Qəşəngdir. Mən biləyim incədir deyə çoxu məsələn mənə böyük olur. Məsələn mən bunu bəyəndim. Tutaq ki, belə göstərim. Çox qəşəngdir. Qol baxacaq. Amma bu məsələn mənim qolumdan düşür. Qiyməti də 10.90-dır bunun. Sonra başqa qəşəng şeylər də var burada. Maraqlı. Bu da qəşəngdir məsələn. Bunun da qiyməti 14.99-dur. Sonra baxaq görək burada başqa nə var. Sırğalar var burada.
Qiyməti 8 manat. Məsələn, bu sırğa 5 manat. Belə. Burada seplər də var. Bu da deyəsən ailədir. Buna baxın. Çox şəkərdir. Qiyməti. Mən belə bir dənə sep istəyirəm. Amma üstündə mama yazılsın istəyirəm. 14.99'dur bu. Bunlar belə. Ay, ziyafət geyimlərlə çox gözəl olar. Çox zərifdir həqiqətən. Bunun da qiyməti 15 manat. Burada Eda Taşpınarın 19.99 20 manata. Məsələn, gör necə gözəl parlayır. Bir bronzlaşdırıcı yağ. Bunun deyəsən fərqli qablaşdırılması mənə vermişdi. Sonra baxın, bunlar da var burada. Bunların qiyməti 23.99'dur yəqin deyə düşünürəm. Bizdə evdə, ay bunlar necə tatlıdır. Bu da bu arada mənim ayağım olar. Adellə də eyni razmer geyinirəm. Bunun qiymətinə baxaq. Çox şəkərdir bunlar. Qiyməti 15 manata. Adelin ayağı böyüsəydi onu alardım biraz. Hə, onu derdim ki, evdə geyməyə tapışqam yoxdur. Və tapışqa istəyirəm. Prosta burada düşünürəm ki, bir tık bahadır. Bəlkə şeydən Temudan almaq olar. Məsələn, kişi üçün beləsi var. Bu da gözəldir. Qiyməti 22 manat. Demək olar ki, 22 manatdır elə. Bunlar çox şəkərli qız uşaqlar üçün. Bunları da Səbu üçün götürdüm. Biri tıraş sonrası kremdir, biri isə saqqal üçün serumdur. Çox gözəl iyləri var. Kart çıxartmayacaq mısın? Biraz gəzdim, sonra gəldim KFC-yə. KFC də bu arada qəribə idi, çek vermirdi və bunu kassada verirdilər. Mən düşünürəm ki, adam çox olanda nə edəcəklər, neysə. Deməli, belə bir set götürdüm, qiyməti çox gülməli idi və gəldim qəşəng bir mənzərədə oturacam indi burada. Düzdür, biraz böyük masa seçmişəm öz razmerimə görə, amma ki, digərlərinin hamısına gün düşür, ona görə də mən də burada oturacam. Hə, burgerdən danışırdım, bu daha doğrusu setdən. Çox maraqlıdır qiymət. 4.90-dır. Həm burger var, həm sok var, həm də nuggets var. Yəni kartoşka yoxdur, belə deyək. Acılı 3 dənə qanat var və çox dadlıdır. Me time bitdi. Artıq evə gedirəm. Evə gəldim, evi təmizlədim, elədim. İndi də oturmuşam, bir stəkan çay içirəm və dincəlirəm. Yemək yedizdirmişəm, Adelə evlər təmizləyib tostaranladım. Və birdən ağlıma gəldi ki, bəs mən YouTube başlatmışdım. Arxada bu ses çıxardanda Adeldir. Ona görə də dedim ki, açım kameranı, bir deyim neynədiyimi. Qızlar, mənə çox gözəl bir bağlama gəlib. İstəyirəm sizinlə birlikdə açaq. Olivia'dan belə bir bağlama gəlib. Gəlin baxaq görə içində nələr var. Ötən ən böyük gözəllik festivalına dəvətlisən. Brendlərin sərgisi, əyləncəli oyunlar, hədiyyələr və Aygün Kazımova ilə Murad Arifin möhtəşəm konserti 23-24 may Bakı bulvarında səni gözləyir. Gəl bizimlə birlikdə gözəllik ritmində ol. Saat 10-dan saat 9-a qədər olacaq və giriş ödənişsizdir. Getsəm mütləq sizinlə paylaşaram, siz də gələrsiniz. Görüşmüş olarıq qızlar. Gəlin baxaq görə içində nələr var. Instagram story üçün çəkib hətta əlimdə yoxlamışam, amma belə ətraflı sizinlə baxaq. Bədən losyonudur, içərisində jojoba yağı var. Maraqlıdır, bu markanı mən ilk dəfə görürəm. Baxın belə. Sonra içində Selens markasının Selenes markasıdır deyəsən, səhv eləmirəmsə. Oil, günəş yağı, bronzlaşdırıcı günəş yağı. Bunu mən manifest edirəm ki, inşallah tətilə gedərik də bu qədər günəş aid şeylər var. Bilirsiniz ki, Eda Taşpınarın tədbirində də o qədər bronzlaşdırıcı, belə oillər falan var. Və onları mən bu yay harda istifadə edəcəm acaba? Sonra belə bir şampun, Urban'ın belə bir şampunu. Mən bu markanı çox sevirəm. Mütləq ki, bunu da sınayacağım. Sonra Zepress'in SPF-i. Məndə Sinoz'un SPF-i var idi. Bu Zepress'də mənim sevdiyim bir markadır. Mütləq sınayacağım. Bundan keçən dəfə də göndərmişdilər. Bəyənmişdim Morphosun saç köpüyü. Ondan sonra Bade Natural mənim sevdiyim bir markadır. Onsuz da bu da saç serumudur, rozmarinli. Baxaq içinə. Hani geçen qabı var bunun. Buna baxın. Çox şəkərdir. Sonra New Lab'ın belə vitamin C tərkibli üst serumudur. Bioderma'nın belə baxın. Deməli bu nə üçündür? Bronz, bu da yağdır.
Bu bir işarədir. Mən mütləq tətilə getməliyim. Baxın, bu mənim ən sevdiyim bədən skrabıdır. Mən bunu çiməndən sonra bədənimi istifadə edib sonra duruluyuram. Bədənim pambıq kimi olur, yəni bebek gibi olur. Çox gözəldir. Hətta bu iyisini daha çox bəyənirəm mən. Sonra bu markanı da məsələn mən 2 dəfəlik görürəm. Bu qutuda əslində sevindiyim odur ki, bir tanımadığım bir neçə və istifadə eləmədiyim markalar var ki, onları sınamaq şansım var ki, necədirlər. Məsələn, bu markanın Olivia'da satıldığını bilirdim, amma heç istifadə eləməmişəm. Belə bir baryer kremidir. Ondan sonra burada məsələn bu markanı da mən heç sınamamışam. Bunu da mütləq sınayarıq. Sonra burada Golden Rose'un dodaq boyası var. Bu məndə var. Baxın, rənginə bura swatch almışam. Baxın, belə bir rəngi var. Çox gözəldir. Hətta bura swatch almışam. Bayaq Instagrama çəkərkən çox qəşəng bir rəngi var. Bəyəndim bunun rəngini. İndi bunu bağlayım. Sonra burada şu markası var. Yadınızdadır, mən Olivia'ya gedəndə bu markanın glitterini almışdım. Bu isə bronzerudur. Çox qəşəng qablaşdırması var. Bronzerun da rəngi belədir. Mütləq ki, bunu da sınayacağım. Sonra bir də burada L'Oreal'dan belə bir maskara var. Başlığı da bu formadadır. Belə. Həqiqətən dolu və gözəl məhsullar yığıblar. Təşəkkür edirəm buradan Olivia ailəsinə. Bunu da birazdan yerinə yerləşdirəcəm. Yəni düşünürəm ki, mayın axırlarında bu nə havadır da, yəni. Çöldə bir dənə yağış yağır. Həqiqətən şokdayım. İsti çayımı almışam çünki üşüdüm və təzədən kombini yandırmışıq da. Yəni düşünə bilirsiniz. Kombini 3-4 gün idi ki, söndürmüşdüm və hava çox gözəl idi, günəşli idi. Amma indi təzədən bu həftəni, tüm həftəni yağışlı göstərir. Bebə suyunu içsin. Bunu kimse bilmeyecek. İçsin. Bebə suyu içsin. Yanlış yapıyorsun Fikret abi. Bu aralar bazada Bobbi Brown'un bu bazasını istifadə edirəm. Qəşəng nəmləndirir və mini boy olmağına baxmayaraq uzun bir müddət gedir. Bu vlog biraz qarışıq vlog olacaq. Çünki həftənin hər günündən qısa kadrlar var və mən də istədim ki, birləşdirim, həftəlik vlog olaraq atım. Çünki inanın ki, bəzən çəkməyə halım olurdu, bəzən çəkmirdi. Bəzən də başlatdığım videonu axıra çatdırmağı unutduğum günlər olurdu. Ona görə də belə həftəlik hazırladım. Bugün də həftənin 3-cü günüdür. Ona görə də durmuşam və makyaj edirəm. Çünki evdən çıxacağam. Gedirəm Instagram üçün çəkəcəyim videoda mənə çatışmayan məhsulları almağa. Çünki mən Instagramda belə bir seriya başlatmışam. Tək marka makyaj. Mən də ona görə baxdım ki, ən çox hansı məhsullarımdan var, hansı markaya aid məhsulum var. Və nəyim çatmırsa gedib onu alacağım və tək marka makyaj çəkəcəm. Çünki bu mənim kanalımda çox sevilir Instagramda. Makyajım da hazırdır. O tərəfdə tərs işığı idi, qəşəng görünmürdü. Amma düşünürəm ki, çox da qəşəng alındı. Mən bəyəndim. Bu mənim gündəlik makyajımdır. Və qızlar, evdən çıxdım. Bilmirəm, gələ mikrofonu taxardım. Səsim daha aydın gələrdi. Yenə yadımdan tələsik çıxdı. Makyaj məhsullarıma baxdım. Notun məndə bir neçə məhsulu var. Ona görə düşündüm ki, gedim notdan digər məndə çatışmayan şeylər alım və sırf not ilə tək marka makyaj çəkim. Ona görə də indi hal-hazırda gedirəm Əhmədliyə. Əhmədlidə də hər şey var da, yəni Olivia, Bahar Store olsun, not, hər şey. Bu arada havanın da gözəlliyinə baxın. Görün necə gözəldir. Dünən bir dənə yağış yağırdı, sizə göstərdim də, dəhşət idi. Hətta bugün də yağışlı göstərirdi, amma yaxşı ki, yağışlı olmadı. Belə gözəl hava var. Mən də bunu dəyərləndirib, Adeli yedizdirdim, içizdirdim, elədim. Təbuya təhvil verdim və çıxdım çala ki, həm biraz hava alım, həm də Instagram üçün çəkməliyəm bir video. Ona görə də gedib indi o videoya çatışmayan şeyləri alacağım. Belə. Və qızlar, gəldim McDonald's'a. Özümə belə frappe sifariş eləmişəm, karamelli. Qiyməti 5.95 idi. Burada da aldığım məhsullar var içərisində, nota aid. Bir də Golden Rose'un belə çox qəşəng glitterlərini gördüm. Görün necə gözəldir. Hətta əlimin üstünə swatchlamışam. Buna baxın, parıldayıram da, yəni. 2 dənə də belə glitter götürdüm. Bunu ayrıca sınayacağım və çox minnakdır, belə tam çantaya atmalıqdır. Və bir də bu bronzeru mən çox görürdüm, notun. Tərkibində bu arada bütün dəri tipləri üçündür və tərkibində vitamin E var. İndi açın baxaq, çox məncə sizdə qarşınıza çıxıb. Mən pigmentasiyasını qızlarda çox bəyəndim, ona görə də yoxlamaq istədim. Və qablaşdırılması da çox gözəldir. Məndəki rəngi 30 nömrədir və o qədər böyükdür ki, inanın qızlar, bir ömür gedər də bu. İndi açın və içində görürsünüz, xırda zərləri var, çox gözəldir.
Bunu swatchlayım. Baxın, görün necə gözəldir belə. Çox qəşəngdir məncə. Onu da sınayacağım. Tek marka makyaj eləyəcəyik. Orada göstərəcəm. Diğer aldıqlarımı da bilmirəm, göstərməyim, yoxsa videoda eləyərəm orada mı görərsiniz? İndi hal-hazırda frappemi içmək istəyirəm. Bu arada deyəcəksiniz ki, sən bəri nota girdin, niyə çəkmədin? Deməli, qızlar, mən içəri girən kimi Əhməddəki notda da satıcı qızlar olsun, Fidan xanım, menecerlər olsun, məni tanıyır. Ona görə də başımız qarışıb söhbətə. Mən də çıxmışam, gəlib McDonald's oturmuşam. Sonra yadıma düşdü ki, mən qızlarla bunu paylaşmadım. Ona görə də çəkməmişəm. Və qızlar, sizin üçün baxın. Bu arada frappeni acıdı. Daha doğrusu başta biraz acı geldi. Ondan sonra şirinleşti. Sonra yine acı oldu. Karıştırdım ama yine de o kadar da çok beğenmedim. Ya da əlavə eləmək olsaydı əgər danışa bilmədim. Karamel əlavə eləmək olsaydı daha güzel olardı. Ben de bura aldıqlarımı sizin üçün yığdım ki göstərim. Deməli New Era'dan 3 dənə belə məhsul götürdüm. Deməli bu bazadır. Sonra yadınızdadsa mən belə bir dənə daha çəkmişdim. Sırf Şiqlan məhsulları ilə. Bu da sırf Not məhsulları ilə olan makyaj olacaq. Məsələn New Era'nın bazası, tonal kremi, konsileri, ondan sonra setting powderi və banana rəngində, yəni sabitləyici pudrası, highlighteri. Məndə evdə ənliyi var deyə ənlik götürmədim. Məsələn bronzeru, bu çox məşhur olub, göstərdim sizə. Bunlar Golden Rose'dandır. Bunlar heç bunu sadəcə çox bəyəndim deyə aldım. Yəni notla makyaj edəcəm. 2 dənə belə maskara götürdüm. Biri mavi rəngdədir, biri qara rəngdədir. Sonra Notun mürdüm rəngində Tattoo linerini götürdüm. Notun bir dənə dodaq qələmi 04 rəngidir, səhv eləmirəmsə, bəli, baxın. Berry Rose rəngi. Bir dənə də Notdan Allah, bu mürdüm qələm özünü fəda elədi. Bir də Notdan belə bir mat lipstik götürdüm. Çok güzeldi hər biri. Bunlar isə mənim favorim oldu da. Yəni bunlar nedir? Bu gözəlliklər, bu baxın bu əlimin üstündə parlayanlar bunlardır. Çox qəşəngdir. Bunu onsuz da bəyəndi. Bununla bir video gələcək. Adeli yatışdırmışam, gəlmişəm burada gizlicə me time eləyirəm. Ana vaxtıdır. Video çəkdim bu arada burada indi. Bu marojna niyə bu hala düşüb heç bir fikrim yoxdur. Yəni belə alanda belə əziymiş. Mən fikir verməmişəm. Və bu mənim ən sevdiyim marojnadır. Hansı ki Bella'nın bu gilə meyvəli. Çox bəyənirəm mən bunu. Şeylər izləyib indi dondurma yeyəcəm. Yeni bir gündən hər kəsə salam qızlar. Birazdan Xədicə ilə həmiş gələcək bizə. Mən də hər dəfə özüm yemək bişirirəm. Bu dəfə istədim ki, qızların sevdiyi bir şey sifariş edeyim. Sushi zakaz elədim. Və əslində elə zakaz elədim ki, qızların gəlmə vaxtına eyni olsun ki, soyumasın. Onlar da hardasa 5 dəqiqəyə çatacaqlar. Hər şey əla görünür. Gördüyünüz kimi həmişə sushi Yakutsadan mən sifariş edirəm. Amma bir şey var ki, motosiklet gətirərkən bunu, ay, necə qapaq qoyublar. Bunu bu halda gətirir. Baxın. Bir şey də demək olmur. Çünki motosikletlə gəlir. İstər-istəməz dağılıb. Bu hal bizdə həmişə yaşanır. Mən öyrəşmişəm. Amma bu yəni problem bəziləri üçün yəni problem ediləsi bir səbəbdir. Əslində mənim üçün də yəni görüntü xoş deyil təbii ki də. Çünki dağılıb, bir-birinə qarışıb. Amma bir-iki dəfə bildirmişik, yenə də yəni eyni hal yaşanır. İndi isə qızları gözləyirəm ki, gəlsinlər. Kızlar biz yemeğimizi yedik. Sadiş getmişti yarmarkaya ve orada indirim vardı. Ben de demiştim ki bir şey alsın. Mesela 3 kitab almışam, 3 rəngləmə. Bu kitabda Balaca Qara Balıq çox qəşəngdir həqiqətən. Bu arada qiymətləri 1.20, 1.50 bu civarda bir şey idi. Yəni 20% indirim var idi. Sonra belə heyvanlar aldırdım. Burada da hər heyvan haqqında məlumat var. Maraqlıdır, həm də heyecanlıdır. Süperisi. Bu da belə rəngli bir nağıl kitabıdır. Və rəngləmələr var 3 dənə. Rəngləmələri də çox bəyəndim və 80 qəpik idi biri. Bu loldur. Bu düzdür, daha detallıdır. Bunu saxlayacağım, biraz vaxt keçsin, böyüsün, özü eləsin. Sonra məsələn gül var idi belə. Və burada ən maraqlı bir şey nədir? Güllərin hamısı haqqında məlumatlar verilib. Məsələn, nərgiz gülüdür. Həm rəngini göstərir, həm də nərgiz haqqında məlumatları göstərir ki, xoş ətirli, gözəl görünüşlü nərgiz gölünün şimal ölkələrində öz-özünə yetişən 40 növü vardır. Sadəcə nərgiz yox, bənövşə, qızılgül hamısından bağlı belə çiçəklər aləmi olaraq var.
Bunu Xədicə alıb elə puzzle'dır. Biz Adellə puzzle qurmağı çox sevirik. Adeldə bir fil, bir də panda var idi. Onları qurmuşdu. Bu da çox şəkərdir, amma onlar daha az saydaydı. Bunun şeyləri daha çoxdur. Bunu da hədiyyə alıb belə bir kromili. Çox Adil bayaqdan bundan oynayır. Bir də son olaraq yarmarkadan belə rəngləmə almışıq. Bu da heyvanlar aləmidir. Və belə heyvanlar. Bunları rəngləmək daha şirindir. Bu formada aldıqlarımız yarmarkadan. Bu isə Adel açır. Artıq Temudan mən organizer istəmişdim. Xədic də mənim üçün vurmuşdu. İndi açacaq, quraşdıraq. 2 mərtəbəli idi bu. Hə, 2 mərtəbəli. Hə, həm 1 mərtəbəsi var idi, həm 2 mərtəbəsi. Elə açaq baxaq ona da. Gördüm, çox xoşuma gəlmişdi bu. Qəşəng görünür, böyükmüş. Mən buna həm duxularımı yığmaq istəyirəm, həm də baxım şeylərini belə fırladıb rahat. Altı da mat olması yaxşıdır. Hə, çox qəşəng görünür. Materialı da qəşəng gəlir. Mən bunu Rossmanda gördüm 21 manata. Biz aldıq 6 manata. 6 mat, hə. Qəşəng, ikili belə. Hə, mən hətta Rossmanda gördüyüm tək mərtəbə idi. Baxın belə, mən sizə videoda göstərmişdim. Belə qoyursunuz, fırlanır, görürsünüz belə. Bunun təkini belə Rossmanda 21 manata satırdılar. Bu da dəmirləri. Bu da dəmləri. Qəşəng gəldi amma materialları Yaxşıdır, falan, hə. hər şey yaxşıdır. Taxaq görək. Quraşdırılması da rahatdır. Adelin baxışı. Ne yapıyorsunuz? Tam 30 lira. Adel sabahlanma. Wow, ne kadar da. Bəs bu buranındırsa, bunlar necə yuxarıda boş qalacaq? Heç nə anlamadım da. Hə, düz eləmsən də, bu da bura deyil. Üstəki fırlanır. Yox, bunda? Üstəki yox, altdakı fırlanır. Bizim bizə də deyəsən puzzle lazımdır. Puzzle yeteneklərimizi gücləndirməliyik. Ali səni öpüblər. Yakalanmışsın. Dişləmişik. Şimdi budur. Bunu hardan tapdın? Harda da şeylər var, gedib tapır. Dəmirlərin idi. Baxın, gör necə gözəl oldu. Mən balaca gözləyirdim. Həqiqətən də böyükdür və qəşəng gəlib. Hə, üstünə belə bura duxu, burada baxımlarımı yığa bilərəm. Ora çox qarışıq görünürdü məndə. Qaraydı deyə organizer. Bu düşünürəm ki, daha qəşəng görünəcək. Birlikdə axşam yığarıq bunu üstünü. İndi qızlarla oturduq, bir stəkan çay içirik. Arxa fondan da başa düşürsünüz ki, Adel multfilm izləyir. Yəni bizim bu səsdə söhbət edirik. Ne qədər də tatlı. Bir tərəfdən də həmiş buradadır, bədən olaraq. Ruhən burada deyil, dərsdədir. O da onlayn dərsə qoşulub. Biz yəni Xədiclə Xədic'i də olsa tanıyırsınız da. Biri mən yazmışdı. Xədicənin vlogunda görmüşdüm. Hə. Xədicənin də vlog var. Çox qəşəng videolar çəkir. Onunla biz burada hər şeydən yəni söhbət edirik. Tam kafa-kafayıq. Amma Xədicdən də mənim aramda nə qədər yaş fərq var? Mən 2000-əm. Mən 2006, 6 yaş. Oha. Amma kafalarımız çox böyük düşünür Xədic. Çox xoşuma gəlir. Ona görə də biz belə oturub söhbət edirik. Dərsdədir. Adel də multfilmdədir. Qızlar, gör mənim qızım nə edir? Tuj vurur özünə. Baxın. Görürsünüz? Burada kosmetikaları açıb. Hamısının tezi baxın. Concealer da vurur. Görürsünüz? Hər şeyi bilir. Keçən əvvəl gelib görürəm ki, kipik qıvırtısını gözünə tutur. Mən şok. Mən də dedim, nə işə yarayır, yəqin bilməyəcək. Hə. Həmişə mən evə gedənə qədər bu yolda bunu açıram, qırağına baxıram. Burada da belə şey gördüm. Deyirəm ki, görəm bu nədir ki belə. Baxın buna. Bu planşetdirsə, planşetin kamerasını halaldır. Yəni bunun içinə qoyublarsa. Klaviatür nə deyirlər ona? Yox. Unutdum adını. Yox, planşetin qabı budur. Planşet budur. Bax planşet. Hə. Bu nə? Deyən pastada açıyorum. Evə çatana qədər hamısını açdım. Bu mən şey göndərib, plakat. En iyi şey. Şey deyir, şüşəsi. Şüşəsi nəyə qoyublar? Qırılmasın deyə də. Xoşumuza gəldi. Planşetin şüşəsi. Maraqlı. Gedək evə çəkərik indi ətraflı. İndi çıxartaq olur. Hadi, sən neynədin? Çap. Denən çap elədim də mən. Hə? Biraz dərinli oversize qalır, amma çox gözəl, çox xoşuma gəlir. Saçımızı da darıyaq, qurudaq qəşəng. Pejamamızı geyinək, yataq, layla eləyək. Yaxşı? Yaxşı, Adel? Sağ ol elə. Öpücük at.
Xədicə gül getdilər. Mən də istəyirəm ki, gəlin Temudan bu götürdüyüm sifarişdə baxaq görək nələr var. Birinci elə bu gələn kimi planşetin bu nə deyirlər ona, kabrosunu taxdım və cuk oturdu da, yəni. Onsuz da mən planşetin adını yazmışdım və o formada, yəni sifarişi vurmuşdum. Və belədir. Çox da gözəl görünür məncə. Özüm belə mavi rəng seçdim mən ki, hər şeylə kombinlənə bilsin. Elə planşetin adını yazan kimi orada belə kabrolar çıxırdı. Necə ki, məsələn, iPhone 15 üçün alanda iPhone 15 üçün kabro yazıramsa, planşet üçün də belə yazdım. Baxın, hər tərəfi də çox rahat bir şəkildə oturdu. Bu hissəsini də göstərim. Burası da bu formada belə. Məncə qəşəng oldu. Mən çox bəyəndim. Bu isə üzlük sifariş eləmişəm. Hansı ki, məsələn, bu kabronun, daha doğrusu planşetin üst hissəsində qoruması yoxdur. Həqiqətən, yəni qırılmasın deyə sağ olsunlar, qəşəng qablaşdırıblar. İçində belə silmək üçün salfettini qoyublar. Gəlin birlikdə baxaq görək içindəki. Bunu səbu gələndə o yapışdırar. Səhv eləmirəmsə, bunun içində 2 ədəd olmalıdır. Yoxsa 1 ədəddir görən. Məncə 2 ədəd olmalıdır. 2 dənədir, baxın. Belə. Belə bu formada planşetin üzünə taxmaq üçündür. Bu işləri də Səbuy daha yaxşı bilir. Ona görə də bunu ona saxlayacağım. İndi hal-hazırda bunu belə yerinə qoyuram. Bunlar da yəqin ki, üstünün şeylərdir. Neysə, gəlin birlikdə həyecanlanıb açdığım bu sifarişlərə baxaq görək nələr vurmuşam. İlk olaraq belə bir saat sifariş eləmişdim. Gəlin bunu açaq. Və bu saatı mən 3 manata almışam. Həm qızılı, həm gümüşü detalları var üzərində. Görəndə çox bəyəndim. Dedim ki, heç demək olar ki, mənim saatım yoxdur. Heç mənim saatım yoxdur. Bəzən olur ki, insan taxmaq istəyir. Ona görə belə bir şey sifariş elədim. İçərisində burada necə yəqin ki, istifadə olunur, onlar qeyd olunur. Gəlin baxaq. Məncə çox incədir, çox zərif görünür. Gördüyüm an çox xoşuma gəldi. Yəni, hətta səbətimi təsdiqləyirdim. Bunu son anda gördüm mən. Və xoşuma gəldi. Baxın. Baxın. Məncə çox qəşəngdir, hə? Bu hissəsində həm qızılı, həm gümüşü detallar var. Bunu da buradan belə açılır. Bu mənim əgər qoluma uzun olsa, səsini çıxartdıracağım ki, keyib otursun. Məncə çox gözəldir, mən bəyəndim. İşıqla çox yaxşı görünmürdü. İşıq söndürdüm. Baxın, həm qızılı, həm gümüşü detalları var. Bu formadadır. Qəşəng görünür. Yəni 3 manata görə çox gözəl bir saatdır. Bəyəndim bunu. 1 saatda burada danışıram, amma sonra gördüm ki, məyərsə telefonda çəkməyə başlamamışam. Deməli, bu Səbuyun sifarişidir. Pejama dəsti vurmuşam ona və bu şalvarda materialı o qədər gözəl gəlib ki, əminəm ki, bəyənəcəm. Amma şalvarından biraz şübhəliyəm. Görən qısa olmayacaq. Bunu mən seçmişəm bu arada. Belə ekose deyir türklər. Bu tərzdə şalvarları, pejamaları daha doğrusu bəyənirəm. Bunun da materialı çox gözəldir. Hətta burada bu cib detay kimi görünür, amma sadəcə bu belə, yəni şəkil kimidir. Cib yoxdur orada. Materialı da qəşəngdir. Belə. Daha aydın başa düşəsiniz necə bir formadadır. Qırağa şəklini yerləşdirəcəm. Bu Səbuyun sifarişidir. Bunun içərisində isə 2-3 dənə məhsul qaldı. Hamısını çıxardaq və baxaq. Bu da Səbuyun sifarişidir. Belə qara rəngdə bir kabra sifariş edib. Sonra özümə aksesuar sifariş eləmişəm və fikir vermişəm ki, mənim heç gümüşü sırğam yoxdur və bəzən mən gümüşü bir aksesuar axtaranda heç tapmıram. Ona görə də belə bir sırğa sifariş elədim. Gəlin birlikdə açaq. Çox qəşəng qablaşdırıblar. Baxın, hələ də ayrıca paketlərdədir. Çox xoşuma gəldi bu paketləməyi. Bunu yəqin ki, mənim videolarımda, qulağımda çox görəcəksiniz. Düşünürəm ki, Instagrama, ümumiyyətlə belə içərik öyrətən birisinizsə, tez-tez belə aksesuarlar falan dəyişəndə, geyimləri dəyişəndə insanlar üçün də maraqlı olur. Bunlar da bu formada belə sırğalardır. Biri budur. 6 cütünə mən 1 manat nə qədərsə ödəmişəm. Yəni çox-çox uyğuna almışam.
Və heç baxmadım bu qaralandır ya qaralmır. Fikrimi istifadə etdikcə sizinlə bölüşərəm. Amma yenə də dediyim kimi, ay bunlar necə gözəldirlər, bunlara baxın. Amma yenə dediyim kimi mən sadəcə bunları videoda qulağıma taxıram ki, fərqlilik olsun deyə almışam. Siz əgər sırf qaralmayan istəyirsinizsə, orada qaralmayan polotlara baxın. Mən bunu həqiqətən də çox bəyəndim. Artıq yetərincə mənim gümüş rəngdə sırğam var. Və bu mənim son sifarişimdir. Bunu isə Aykada görmüşdüm. Onda gördüm, çox bəyəndim. Özüm üçün də belə bir set sifariş elədim. Hətta bunu Ayka ilə danışırdım. Və ona da bildirmişdim ki, mən səndə gördüm və çox bəyəndim. Tədbirdə də hətta Ayka bunu taxmışdı. Canlı da gördüm, çox xoşuma gəldi. Bunu burada şəklini qoyacağım, necə formada olduğunu. Bir dənə bunun burada bir nüansı var ki, bu hissələrində belə xat işarələri var. Mən bunları Aykada olduğu kimi mən də çıxardacağım. Ayka da onları çıxartmışdı. Çox da qəşəng görünürdü. Həm də boyundan asanda həqiqətən belə mirvarlı qəşəng görünür ağ koftaların üstünə. Həm də belə qəşəng ürək detayı var. Məncə çox gözəldir. Yayda da ağ tişörtlər çox geyinirəm. Düşünürəm ki, onunla kombinləyəcəm. Bura şəklini qoyacağım, necə görüntüsü olduğunu siz başa düşəcəksiniz. Və qızlar, orqanayzerin içini yığdım. Amma qarışıq yığdım. Çünki halım yox idi. Sadəcə sizə göstərmək istədim ki, necədir. Baxın, belə dönən formasındadır. Məsələn, bunu açıb qoymalıyam. Bunlar bəziləri açılmalıdır. Və mən hətta düşünürdüm ki, alt hissəyə baxımı yığaram. Amma məsələn, bunların boyu hündürdür. Məsələn, bura yerləşmir. Yəni, ona görə gərək yuxarı hissədə də baxım olsun. Bunu isə niyə sevmirəm? Çünki bunun rəngi qaradır, çox tündür və buranı elə bilirəm ki, boğur. Bu məsələn çox tatlı görünür də, qəşəng görünür. Həm də fırlanır, rahat hər şey görmək olur. Bəlkə də biraz yer atsam, hamısı bir yerə yerləşər. Yuxarıda sırf bir-iki dənə Rexona və bədən mislərimi qoysam, bunu ümumiyyətlə buradan qaldırsam deyə düşünürəm ki, yer açılsın. Siz nə fikirləşirsiniz? Mütləq fikrinizi aşağıda yazarsınız. Elədim qızlar. O qaranı yığışdırdım. Belə həsir səbətim vardı. Onun içine bunları yığdım. Burada da nələr var? Bədən mislərimdir, spreylərimdir, Rexonadır. Bir-iki dənə duxum var burada. Və səbuin əşyaları var burada. Daha çox bu Olivia'dan ona aldığım şeyləri bura qoyub. Və yaxud da üzündən belə səpkizi çıxanda çistəyə, nədir bunun adı? Çinkovaya maz. Neysə bundan vurur. Belə bir neysə aptekdə işləyir deyə qəribə şeylər alıb. Deyirəm, gəl sənin karın səni səpkidən azad edəsin. Deyir, yox. Mən öz bildiyim yolla davam edəcəm. Neysə, belə səbət edim. Bu, elə bunun yanına daha çox yaraşdı və daha gözəl görünür. Təbii ki, bura qarışıq da düzəldəcəm. Amma məncə bayaqki qara görüntüdənsə bu daha yaxşı görünür. Burada əslində hər yer qarışıq görünür. Bilirsiniz nəyə görə? Mən burada məsələn məhsullar var, video çəkməliyəm, onları bura qoyuram. Çünki bunları mən əgər şkafa qoysam, unuduram nə çəkməliyəm. Ona görə bunlar belə qalıb. Hətta yadınızdasa fırçamı da burada qalıb, heç istifadə eləmədiklərim, yəni təmiz olan fırçalarım da burada. Bu da məsələn heç açılmamış Rexonadır, almışam stoka endirimdə görəndə bunu aşağıya qoymalıyam. Qalanlarını da gərək hamısını yerləşdirim yerinə, amma çox yorulmuşam həqiqətən. Bəlkə sabah yerləşdirirəm bunları. Deməli, deyəsən bundan əvvəlki videoda göstərmişdim ki, bu pizzanı eləmişdik. Alt hissəsini yuxadı, yumurta və südlə doğramışıq. Üstünə belə ketçap ya tomatınızı vurursunuz. Sonra isə başqa ingredientləri də əlavə edirsiniz. İndi onu göstərəcəm sizə. Çox dadlı alınır həqiqətən. Həm pratikdir, həm də film izləyərkən atışdırmaq olaraq məncə qəşəng bir seçimdir. Biz bir dənəsi ilə doyuruq. Və belə üstünə qapağını bağlayıram və pişirirəm. Ümid edirəm ki, izləyərkən zövq aldınız. Sizi çox sevirəm. Başqa videolarda görüşənədək kanala abunə olmağı unutmayın.